Cəbri məzhəb yəni Allah bizi yaradıb, bizlik heç nə yoxdur, hər şey onluqdur. Yaxşı, hər şey onluqdursa, hə? Mən şiəyəm, sən mənə rafizə deyirsən, müşrik deyirsən. Nə ixtiyarım var? Bir. İkinci, əgər bu əqidə ilə mən cəhənnəmə gedəcəyəm, sənə nə? Üç, sən niyə təbliğ edirsən məni o yola? Halbuki deyirsən cəbri məzhəbik. Əqidə cəbridirsə, kəlamda əqidə cəbridirsə, fiqh dondurulur. Sən deyə bilməzsən fiqhdə əlin bağlı olmalıdır, əlin açıq olmalıdır. Fiqh yoxdur. Niyə? Çünki cəbri məzhəbdir axı. Cəbri məzhəbsənsə, ixtiyarın yoxdur sən. Cəbri məzhəbsə mənası nədir? 10 milyard insan var. Hə? 1 milyard da məzhəb. Hər 2 nəfər orada bir məzhəb, 3 nəfər orada bir təriqət, 5 nəfər burada bir cərəyan, bildin? Heç kəs də etiraz eləyə bilməz. Əgər həqiqətən də cəbri məzhəb haqdır. Heç kəs deyə bilməz heç nə. Və sən niyə deyirsən? Mənbərdən qışqırırsan ki, etmə bunu, etsən müşriksən. Tribunadan qışqırırsan, aləmdə belə elirsən. Allah deyəni öldürürsən, deyirsən ki, yalandan Allah deyirsən. Mən bilirəm sənin qəlbində Allah yoxdur. Bəs mən danışanda deyirsən ki, sən hardan bilirsən elmi qeybi? Sən elmi qeyblə danışırsan. Əli deyənin dilini daldan söküb çıxartırsan. Boynunu sökürsən, dilini daldan çıxartırsan. Əli dediyinə görə. Hə? Bəs sən bunun ixtiyarı yoxdur eləməyə bunları. Niyə üçün? Sənin məzhəbin cəbridir. İxtiyarın yoxdur.